Hoş gördük sizlər əziz şagirdlər. Mən Hüseynov Faiq, FM Akademiyanın tarix müəllimi. Şagirdlərimə keçirdiyim Azərbaycan tarixindən mövzu sınaq 2-ni sizlərə video izahda təqdim etmək istəyirəm. Zəhmət olmasa kanalımıza abunə olun və paylaşın, bəyənin. İlk sualımız uyğunluqla bağlıdır. Müsavat Partiyası, Difai Təşkilatı və Qeyrət Partiyası. Müsavat Partiyası 1911-də, Difai Təşkilatı 1906-da, Qeyrət isə 1905-ci ildə yaranmışdır. İndi isə keçək uyğunlaşdırmaya. Müsavat Partiyasının mətbuat orqanı 1-ə. Mətbuat orqanı 1915-ci ildə nəşr edilən Açıq Söz qəzeti idi. Bu doğrudur. 1-ə deyibən dedim. 2-yə baxaq. Difai Təşkilatı Şimali Azərbaycanda yaradılmış ilk milli partiya idi. Xeyr. Azərbaycandan müxtəlif verilməsini tələb edirdi. Xeyr. Deməli, Difai Təşkilatına aiddir. Çarizmin milli qırğın siyasətinə qarşı mübarizə aparmış bir təşkilatdır. Özü də silahlı mübarizə aparır. 2-yə A bəndi. 3-ə Qeyrət Partiyasına isə bilirik ki, 1905-də yaranmış Qeyrət Partiyası ilk siyasi təşkilat və Azərbaycanın müxtəlif verilməsini irəli sürmüş siyasi partiyadır. 3-ə isə B ilə C-dir. Deməli, Cənubi Çarizmə qarşı 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların nəticələri. Diqqət eləsək, mahal naiblərin vəzifəsi bərpa edilir. Əksinə, ləğv edilir bu üsyanlardan sonra. Bərpa edilmir, 2 olmaz. Sonra, deməli, Cənubi Qafqazda 2 olmaz deyirsə, onu çıxırıq. Cənubi Qafqazda komendant idarə üsulu tətbiq olundu. Xeyr, Cənubi Qafqazda komendant idarə üsuluna qarşı elə bu üsyanlar baş vermişdir. Ona görə də bu üsyanlardan sonra komendant idarə üsulu ləğv edilir. Ona görə 4 də olmaz, əziz şagirdlər. Ona görə cavab avtomatik A bəndi olur. Bəndi 1-3. Yəni Cənubi Qafqazın inzibati quruluşunda dəyişiklik edilir bu üsyanlardan sonra və Cənubi Qafqaz Ümumi İmperiya inzibati ərazi bölgüsünə uyğunlaşdırılır. Növbəti suala baxırıq. Müsəlman Gənclik Təşkilatı bilirsiniz 1903, Hümmət Təşkilatı isə 1904-də yaranır. Biz bu təşkilatların oxşar xüsusiyyətinə baxmalıyıq. Hər ikisinə ortaq cəhət olan olsun. 19-cu əsrin sonunda yox, bu 20-ci əsrin əvvəlində yaranır. Ona görə A bəndi olmaz. Azərbaycanda fəhlələr içərisində bu ümumiyyətlə aiddir. Yəni, Müsəlman Gənclik Təşkilatına aid deyil. Azərbaycanda müxtəlif verilməsi tələbinin irəli sürülməsi ümumiyyətlə heç yaxından əlaqəsi yoxdur. Rəsulzadənin iştirakı ilə yaradılmışdır. Doğru cavabdır. D bəndidir. Bilirsiniz ki, Hümmət Təşkilatında Rəsulzadə ilk olaraq məqsəd nə idi? Onlarla üst-üstə düşən məqsədi çarı devirmək və yerində isə bunlar Hümmət Təşkilatından Müsəlman Gənclər Təşkilatının əsas məqsədi nə idi? Əsas məqsədi çarizmə qarşı mübarizə idi. Digər məsələ, milli məsələdə isə Hümmət Təşkilatı ilə Məmməd Əmin Rəsulzadənin fikirləri üst-üstə düşmür. Ona görə sonradan yollar ayrılmışdır. Növbəti suala baxaq. Səbəb-nəticə əlaqələrinin yanlış verildiyi bəndi müəyyən edəcəyik. İltizam sisteminin daha sərt formada olması Quba üsyanının baş verməsi. Bu doğrudur. Əkinə yararlı torpaqların azlığı Lənkəranın üsyanının baş verməsinə səbəb olur. Doğrudur. Çar hökuməti Qafqazda mövqeyini möhkəmləndirmək istəməsi nəticədə Qafqaz canişinin təsis edilməsinə gətirib çıxarır. Doğru cavabdır. Dövlət torpaqlarında yerləşmiş kəndlilər deməli, sahibkarlarla münasibəti müəyyən etməsi üçün nəticədə 1847-ci il kəndə əsasnamələrinin hazırlanması. Xeyr, dövlət torpaqlarında yox, sahibkar torpaqlarında məskunlaşmış kəndlilərlə sahibkarlar arasında münasibəti müəyyən etmək üçün nəticədə 1847 kəndə əsasnaməsi qəbul edilir. Burada uyğunluğu pozan nədir? Elə D bəndidir. Cavab burada D bəndidir. Sonra uyğunluğu müəyyən edin. Şimali Azərbaycan. 19-cu əsrin 80-ci illəri, 19-cu əsrin 90-cı illəri. Dövlət torpaqlarının satılması haqqında fərmanın verilməsi. Bu Cənubi Azərbaycandadır. 1886-da, yəni 86 yazaq kifayətdir.
Bakı Ağneft Zavod Sahiblər İttifaqı, bu bilirsiniz 93-cü ildə 90-cı illərə aiddir. Şimali Azərbaycandadır. Bizdə necə diqqət elədiyimiz məsələ olmalıdır ki, Şimali Azərbaycana aid olan məsələ olsun. Ona görə Təmbəki üsyanını çıxırıq. Bir də ki, ABN-dən çıxırıq. İndi baxaq. Qalakənd Misəritmə Saflaşdırma Zavodu 80-ci illərə aiddir. Deməli, 1 aid olacaq C-bəndi. Bakıda ilk mərkəzləşmiş telefon stansiyası 86-dır. Bu da olacaq D-bəndi. 1-ə C ilə, 2-ə isə B bəndi olacaq. 2-ə B bəndi. Aha. Əziz şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Deməli, 19-cu əsrin 30-cu illərin ortalarına kimi Şimali Azərbaycanda daxili ticarəti ləngidən amil, yəni bölgələr arasında tacirlər, sənətkarlar və s. kimsə əgər mal aparıb satırdısa, ona mane olan əsas məsələ nə idi? Daxili gömrük rüsumunun olması, yəni rəhddarın olması. Rəhdar isə 1836-da ləğv edilir. Ondan sonra isə ticarətin inkişafına şərait yaranır. Deməli, ləngidən nədir? B bəndi. Sonra Şimali Azərbaycanda e, Şimali Azərbaycanda 19-cu əsrin 40-cı illəri ilə 60-cı illərin aydın cəhət. Təəssüf şagirdlərimizdən bir çoxu bunu səhv yazmışdı. Bizə lazım olan burada nədir? Həm 40-cı ilə aid olsun, həm də ki 60-cı ilə aid olsun. Bəzi xanlıqların daxili idarəçiliyinin bərpası. Bu Cənubi Azərbaycanda var. Demək, Şimali Azərbaycanda 1828-dən sonra hər hansı bir xanlığın mövcudluğu mümkün deyil, ləğv edilmişdi. ABN-də ola bilməz. Şəhər dumalarına seçkilərin keçirilməsi 1878-dir. Bizdən isə 60-40-cı illər istəyir olmaz. Komendant zülmünə qarşı üsyan 30-cu illərdədir, olmaz. Kəndlərdə seçkili orqan 65-dir. 60-40-cı illər istəyir bizdə. 40-cı il həm 40-cı il olsun, həm də 60-cı il 10 il olmaz. Məhkəmə sahəsində 1840-cı ildə inzibati məhkəmə islahatını görürük. Bir də ki, 1866-cı il məhkəmə islahatını, yəni 40-60-cı illər uyğun olan ümumi cəhət nədir? Məhkəmə islahatlarının keçirilməsidir. Şimali Azərbaycanda 1870-ci ildə, Rusiyada isə 1861-ci ildə həyata keçirilmiş kəndli islahatı üçün oxşar cəhətləri müəyyən. Həm Şimali Azərbaycanda 1870-ci il islahatı, həm də ki, Rusiyada 61-ci il islahatı uyğun olsun. Hər ikisi sahibkar kəndlərinə aid idi. Doğru variantı bir var, bir düzdür. Belə qoyuruq. Kəndlilər bir müddət həm Rusiyada, həm Azərbaycanda müvəqqəti mükəlləfiyyət daşıdı. Doğrudur. Rusiyada az daşıdı 1881-ə kimi. Azərbaycanda isə 1913-də 1913-cü yanvarın 1-nə qədər kəndlilər əgər əkdiyi becəriyə torpağı mülkiyyətinə çevirə bilmirdisə, demək hələ də mükəlləfiyyət daşıyırdı. 1-2 doğrudur. 1-2 varsa C bəndini, D bəndini, E bəndini çıxırıq. Gəlin baxalım bir şey. Yəni bu islahatlar təbii ki, kapitalizmin inkişafına təkan verəcəkdir. Cavab burada 1, 2, 5, B bənd olmalıdır. Hə, dövlət kəndlilərə torpaq almaq üçün yardım göstərməlidir. Rusiyada dövlət kəndlilərə torpağı almaq üçün kredit ayırdı, amma bizdə isə ayırmadı. Ona görə heç olmur. Bəy və ağaların inzibati məhkəmə işlərinə uzaqlaşdırıldı 1865-dədir. Amma bildiyiniz kimi Azərbaycanda 70-ci ildə olub bu islahat, ona görə uyğun gəlmir. Cavab B bəndidir. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda, yəni birinci yarısından Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda. Bizə lazımdır ki, Cənubi Azərbaycandan tapaq. Maldar tayfaları qapı pulu vergisi ödəyirdi. Doğrudur. Yəni maldar tayfaları 1. Qapı pulu vergisini ödəyib. Bəylərə kəndlilər öz belə deyim mallarını bəyin torpağında otladığına görə qapı pulu vergisi verilirdi. Manufaktura hər iki tərəfdə, həm cənubda, həm şimalda var olmaz. Hərbi xidmətə görə torpaqların verilməsi hər iki tərəfdə var. Yarda isə cənubdadır. Deməli 1, 4 cavab belə olacaq. Mövcud rejimə qarşı xalq çıxışları hər ikisində var. Cavab 1, 4-dür. Deməli 20-ci əsrin əvvəllərində Azərbaycan mədəniyyəti tarixinə aiddir. Şamaxı quberniyası, yəni 1860-dan sonra yoxdur. Buna baxmaq lazım deyil. Bakıda qiraətxana 1894-dür. Bizdən isə 20-ci istəyir. 20-ci əsr istəyir olmaz. Avropa tipli ilk dünyəvi məktəb 1830-dur. Olmaz.
Neft milyonlar sənədi tərəfindən 1916 cavab B bəndidir. Əbdürrəhman bəy və Haqverdiyev Rusiya Dövlət Dumasına üzv seçilməsi 1906-dır. Bu isə siyasi məsələdir. Ona görə olmaz. Çıxırıq. Cavab burada B bəndidir. Deməli, 20-ci əsrin əvvəlində Şimali Azərbaycan iqtisadi həyatı üçün səciyyəvi deyil. Yəni 20-ci əsrdə əvvəldə Şimali Azərbaycanda iqtisadiyyat üçün aid olmasın. Neft sənayesində təbii ki 20-ci əsrin əvvəlində dünyada baş vermiş böhran nəticəsində təmərküzləşmə baş verir. A bəndi var. Bundan çıxırıq. Bakı quberniyasının digər qəzalarında neft çıxarılmasında bu da var. Bakı şəhərinin ilk birjaların fəaliyyət göstərməsi 19-cu əsrdə. Cavab C bəndidir. Şollar suyu da 1917 çəkilib qurtarır. Bu da var. Pambıqçılıq və balıqçılıq sənayesində milli kapital bu da var. Cavab C bəndidir. Verilənlərin oxşar cəhətlərini müəyyən edin. Babillər üsyanı, Zeynəb Paşa üsyanı, məşrut hərəkatı. Cənubi Azərbaycan tarixinə aid olması. Babillər üsyanıdır. Hər üç üsyan Cənubi Azərbaycanda olub. Deməli, bir varsa A bəndini çıxırıq, B bəndini çıxırıq, D bəndini çıxırıq. Deməli, biz cavabı C və E bəndi arasında aparmalıyıq. Qalibiyyətlə, üsyanlar qalibiyyətlə bitməyib. Bitməyibsə, deməli, 2-ni çıxırıqsa, cavab elə həmən C bəndi qaldığını görürük. Amma nə üçün C bəndi 1-3-dən baxaq? Qacarlar dövlətinə qarşı yönəlmişdir. Doğrudur. 1-3 cavab C bəndi olacaq. 19-cu əsrin 1-ci rübündə baş verməsi. Biz görürük ki, məşrutə hərəkatı 1905-11-dir, bu 20-ci əsrdir. Ona görə 4 olmaz. Zeynəb Paşa üsyanı 48-52-ci ildə 1800-dən söhbət gedir. Uyğunduz 1898-dir, 19-cu əsrin ikinci yarısındadır. Babillər üsyanı isə 48-52-dir. 4 ona görə olmur. Cavab elə C bəndidir. 13-cü suala baxırıq. Şimali Azərbaycanda demokratik hərəkatın 1905-1907-ci illər dövrünə aid səciyyəvi xüsusiyyətlərini müəyyən edin. Edək də müəyyən. Əziz şagirdlər, özünüz də videonu dayandırıb baxa bilərsiniz. Deməli, 1905-1907-ci illərdə Azərbaycanda demokratik hərəkətə aid olanı tapmalıyıq xüsusiyyətlərə. Muxtərət tələbi irəli sürülməsi, təbii ki, Qeyrət Partiyası yaranmışdı və muxtərət tələb edirdi. Bir varsa əfəndilər, deməli, neyinirik? A bəndini çıxırıq. A bəndini çıxırsa C bəndi də xoşbəxt oldu. D bəndi də neynəməliyik? Deməli, B bəndi ilə E bəndi arasında qalırıq. Milli siyasi partiya və təşkilatlar formalaşması təbii ki, bu doğrudur. Çarın verdiyi manifestə görə şərait yaranmışdı. B bəndi doğrudur. İlk ümumi tətillərin baş verməsi 1902-3-cü illərdir. Həm siyasi, həm tətil olmaz. Azərbaycan Millət ifadəsi 19-cu əsrdir. Milli azadlıq hərəkatının əsasının qoyulması isə xeyr, bu da deyil. Cavab B bəndi olmaz. Cavab B bəndidir. Sonra 19-cu əsrdə Qafqaz canişinliyi fəaliyyəti dövründə Şimali Azərbaycanda. Biz bu sualı tapmaq üçün əfəndilər neynəməliyik? Biz ilk olaraq Qafqaz canişinliyi fəaliyyəti dövründə Şimali Azərbaycanda baş vermiş hadisəni tapmaq üçün Cənubi Qafqaz canişinliyinin mövcud dövrünə baxmalıyıq. Yaranması 1844-dür. Ləğv edilməsi isə 1883-dür. Andlı məhkəməsi ümumiyyətlə Azərbaycanda olmayıb. Bunu çıxırıq. Biri çıxırıqsa, deməli D bəndində, E bəndində silməliyik. Qalır A, B və C bəndi. Baxaq. Kəndlilər üzərinə hərbi vergi qoyuldu. Kəndlilər üzərinə hərbi vergi 1887-dir. 87 isə bizə 83-dən sonra lazımdır. Ona görə 2-ni də çıxırıq. 2 də getdi. Kəndlilərin feodal asıllığını ləğv edildi. 1870-ci ildə 3 var. 3 varsa cavab elə B bəndidir. Aha. Dövlət kəndlilərinin köçmə hüququ ləğvi 1853-də ləğv edilir. Alban katolikosluğun ləğvi isə 1836. 36 isə olmaz. Yəni 44-dən 83 arasında olan hansı da 3-4-dür. Bir daha deyirəm. Kəndlilərin feodal asıllığını ləğv edildi 1870. Dövlət kəndlilərin köçmə hüququ ləğv edildi 1853. Cavab isə gördüyünüz kimi olacaq B bəndi. Cənubi Azərbaycanda baş vermiş hadisələrin ardıcıllığını müəyyən edək. Bizim işimiz budur. Təbrizdə taxıl möhtəkirliyinə qarşı üsyan 1898.
Qələm də yaxşı yazmır. Neysə. 98. Babillər üsyanı 48. Xalisə torpaqların satılması haqqında fərman 86. Yazdım, hə? Yazmaq istəmirik. 86. Tütün və tənbəki istehsalının İngilis şirkətinin hesabına verilməsi 1891. Deməli 1891. Burada cavab olacaq birinci hansı? 48-dən başlayaq da. 48. Birinci olacaq 2. 2-dən sonra olacaq deməli xalisə torpaqlarının satışa çıxması 3. Cavab olacaq deməli nə? 1848 Babillər üsyanı. 2 birinci 2 olacaq. Sonra xalisə torpaqlar 86-da satışa çıxacaq. 3 olacaq. Sonra tütün və tənbəki istehsalının İngilis şirkətinin hissarı 91-dir. 4 olacaq. 2, 3, 4. Sonra isə 1. 98 olacaq. Keçirik növbəti ardıcıllığa baxaq. Növbəti ardıcıllıq isə belədir. Komendant idarə üsul nərvi. Uşaqların sevdiyi sualdır. 1840. Kəndli əsasnamələrinin qəbul edilməsi 1847. İrəvan quberniyasının yaradılması 1849. Söz verirəm uşaqlar, qələmi dəyişəcəm. Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiqi 21. Burada isə cavab olmalı. Cavab olacaq birinci. Diqqət edək. Olacaq 4. 4-dən sonra olmalıdır 1. Yəni 1840 komendant idarə üsul nərvi. Sonra olacaq 47 kəndli əsasnaməsinin qəbulu 2. İrəvan quberniyasının ləğvi isə 1849 3. Deməli, cavab olacaq 4, 1, 2, 3. Növbəti suala baxaq. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda sosial-iqtisadi həyat üçün seçilir. Biz diqqət edək bu sualda sosial-iqtisadi məsələ ilə bağlı cavab tapmalıyıq. Aha. İkinci yarısı deyirsə, güzəştli ticarət tarifi birinci 1821-dir. Yəni birinci yarısını çıxmalıyıq. Birinci yarısını çıxırsa A bəndi, D bəndi, E bəndindən çıxdıq. Balaxanın neft mədənlərində məcburi kəndi əməyində 1864-dür. Sizə mane olmasın bizə. 1864. Yeni seçkili orqan olan şəhər dolmasının yaradılması bu 78-dir. İBB-də buruq üsulu ilə neft quyusu 48-dir. Bizdən isə ikinci yarısını istəyir, özdə sosial-iqtisadi həyatla bağlı. Son 2-3 cavab B bəndidir. 19-cu əsrin 90-cı illər tarifinə aiddir. Şimali Azərbaycanda neft sənayesində iltizam sisteminin ləğvi 1872-dir. 72-ni deyirsə, deməli, nə edirik? C bəndən çıxırıq, D bəndən çıxırıq. İngilis kapitalistlərinin Azərbaycan neftinə kapital bölüşü 1890-cı. 2 var. 2 varsa E bəndən çıxırıq, B bəndən çıxırıq. Bakı 1893-dür. Gədəbəy 65-də olmaz. Suraxanında Rus kapitali 59-cu ildə olmayacaq. Cavab burada elə 2, 3 A bəndidir. Üzrlə hesab edeyim uşaqlar. 19-cu əsrin, Şimali Azərbaycanda 19-cu əsrin 60-cı illər tarifinə aid deyil. Maraqlı sualdır bu. Diqqət edək. Yezəbetpol quberniyası 68-də yaranır. Yəni söhbət 1868-dən gedir. 68. Əhalinin bütün təbəqələri, ümumi məhkəmələri 1866. Dərbənd quberniyası 1860 ləğv olunur. Vahid kənd icması 1865. Neft mədənlərində neft ayırma zavodunun ilk boru 78-ci ildə ona görə olmaz. Cavab E bəndidir. Eyni ildə baş vermiş hadisələri müəyyən edək.
Rəhtar 1836, Xanabad 27-dir. 2-ni çıxırıq. 2-ni çıxsaq, deməli A bəndi və C bəndi E bəndi arasında qalır. Alban katolikosluğu 1836-dır. Qafqazda ipəkçilik yayın cəmiyyəti 36. Deməli, alacaq burada 1, 3, 4. Cavab C bəndi. Məşrutə inqilabı başlanan ildə Şimali Azərbaycanda baş vermişdi, yəni 1905-ci ildə. Ümumiyyət təşkilatına baxaq. 1904-də olmaz. 1904 Mazut Konstitusiyası olmaz. D bəndi olmayacaq. E bəndi olmayacaq. Yəni bunlar ikinci Duma 7-dir, 1907 olmaz. Amma ilk siyasi təşkilat Qeyrət Partiyası bildiyiniz kimi 1905-ci ildə. Cavab ilə C bəndi. Eyni ildə baş vermiş hadisələri müəyyən edin. Şimali Azərbaycanda hazır məhsul istehsal edən ilk müəssisənin açılması. Bu Tağıyevin maliyyə yardımı ilə açılmış toxuculuq fabrikası 1900-cü il. Biləcəri Dərbənd. Bu da 1900-dür. Ha bəndə. Sonra növbəti suala baxaq.